dedim, yəni hər zaman deyir və insanlar təəccüblənir ki, bu doktor nə qədər baş ağrısından danışır. Niyə danışır doktor baş ağrısından? Ona görə ki, baş ağrısı, bu miqrenin iynə dərmanla müalicəsi yoxdur və insanlar da inanın ki, gör neçə illər danışırıq. Yenə deyir doktor, təsadüfən gördüm ki, bunun müalicəsi sizdə var. Bu baxımdan da özdə hər yerin ağrısına dözmək olur təbii ki, baş ağrısını dözmək mümkün deyil. Özdə çox şiddətli ağrılar ola bilir. Elə yeri gəlmişkən Salyandan Validanıya, oğlu Məhəmmədə, nəvəsinə salam göndərirəm. Ailəlikcə baş ağrısı, miqren var. O genetik keçən bir şeydir. Özdə çox güclü və şiddətli. Həm də validanada oynaq xəstəlikləri problemi var. Yəni müalicə alıblar, yaxşı olublar. Çox hər zamanda öz təşəkkürlərini çatdırırlar. Mən də elə yeri gəlmişkən öz salamımı çatdırıram. Miqrendə boyundan tuta bilir, gözdən, alından tuta bilir ağrılar, gicgahdan tutub gözə vura bilir. Güclü olanda röhbulanma verir, bəzən qusma verə bilir. Bu adamlar kəskin işığa baxa bilmirlər, kəskin səsə qulaq asa bilmirlər. Gözlərinin qabağında qara nöqtələr qaçan kimi eləyir. Və eyni zamanda təbii ki, bəzən görürsən güclü tutmadan sonra bir tərəfində zəiflik yaranır. Fikirləşir görəm, mən iflismi oldum, parizm oldum, insultmu oldum. Sonra müəyyən olur ki, bu güclü miqren tutmasından sonra fincan əlindən düşür. Sonra keçir. Və yaxud da bəzən şiddətli ağrıdan sonra deyir, görmür gözüm. Elə bilir ki, gözdə görməyəcək, bir müddətdən sonra gözü açılır. Miqrenli xəstələrin bəzən bir gözü o birindən böyük olur, biri kiçilir. Yəni, ən çox da ağrılar külək vuranda, ac qalanda, yuxusuz qalanda, əsəbləşəndə, gün vuranda, xanımlarda xüsusilə menstrual sikldən, ay başından əvvələ sona yaxın ağrılar tuta bilir. Kişilərdə ən çox ağır fiziki işlərdən sonra, gərginlikdən sonra, yuxusuzluqdan sonra ağrılar tuta bilir. Və ilkin növbədə də hər zaman deyirəm, təcili yardım kimi ayağınızı üstə salın. Kofe için təcili olaraq hər zaman yanınızda kofe olsun. Tərkibində kafein var. Kafein damarları genişləndirir. Miqren tərcüməsi odur ki, beyin toxumasına gedən qanın və oksigenin miqdarı azalır. Qan az gedirsə, təbii ki, oksigen də az gedir və bu zaman ağrı əmələ gəlir. Boyun nahiyəsinə banka qoyanda, isti duş qəbul edəndə, boyun nahiyəsinə isti qrelka qoyanda yenə də damar genişlənə bilir, masaj eləndə genişlənə bilir və baş ağrıları nisbətən azala bilir.